Magister formatı ilə bağlı ikinci hissə. Windows əməliyyat sisteminin magister formatında ikinci hissəsinə başlayırıq. Bu dərs yüngül olacaq, təxmini 40-50 dəqiqə olaraq düşünürəm. Çünki başlıqlar azdır. Birinci növbədə planımızdan danışaq. Planımız nədir? Birinci növbədə biz danışacağıq start menyusu nədir? Start menyusu, onun kontekst menyusu, start menyusunun parametrləri danışılacaq. İkinci aero interfeysidir. Ekranda olan açıq pəncərələrlə dinamik iş imkanı yaradır. Windows 11-də pəncərələr və onlarla iş prinsipləri. Sonra qovluqlar var arada, qısa yolun yaradılma üsulu və kontrol panel. Bunlar bizim ikinci dərsin əsas menyusundan başlayırıq. Start menyusu sistemin baş menyusudur. Açılması üçün üsullar var. Onları deyim, sonra qaydaram bura. Start menyusunu açmaq üçün istifadə olunur 3 üsuldan, 3 fərqli üsuldan. Birinci növbədə tapşırıq panelinin, yəni aşağıdakı zolaq var, bilirsiniz biz ona deyirik tapşırıq paneli. O panelin sol küncündə bu düymə var. Onu tapıb bir dəfə mouse'un sol düyməsini sıxırsan. Bu birinci. İkinci üsul klaviaturadan bu düyməni tapıb sıxmaqdırsa, üçüncü ən çox yayılandır və tez-tez qəbullarda düşür. Ctrl və Escape kombinasiyalarını eyni anda basmaq. Yəni iki düyməni eyni anda basırsan və bu formada start menüsü açılır. Start menüsünün bölmələri var. Mən burada bölmüşəm onları. Birinci bölmə bu axtarış bölümüdür. Buradan sən proqramları, parametrləri və yaxud da sənədləri axtara bilərsən. Təbii ki, kompüterin daxilində olanlardan söhbət gedir. İkinci bölmə Pinnetdir. Pinnet yəni sabitlənmiş. Gördüyünüz sabitlənmiş proqramlar var. Onları buradan aça bilərsən. Məsələn, sual verə bilərsən ki, bura necə sabitləmək olar proqramları? Proqramları bura sabitləmək üçün üzərində sağ düyməni sıxırsan, Pin to start düyməsidir. Sıxırsan və hazırdır. Amma fayl yox da, ancaq proqramları və proqrama uyğun olan, məsələn, icra olunan fayllar və s. Əsasən proqramları ora sabitləmək olur. Üçüncü bölüm all'dur. All nə deməkdir? All bütün proqramlardır. Məsələn, biz bura klikləyəndə əlifba sırası ilə bir most used, ən çox istifadə olunanları göstərir. Sonra da əlifba sırası ilə bütün proqramların siyahısını biz buradan görə bilərik. Dördüncü bölüm recommendeddir. Recommended tövsiyə olunanlardır. Burada əsasən son açdığımız və ya yeni əlavə etdiyimiz faylları göstərir. Görürsünüz. Son açılan fayllar və ən çox istifadə olunan, son əlavə olunan deyək, proqramları burada göstərir. More düyməsini sıxsaq daha çoxunu göstərər. Məsələn, əvvəl bizə 2 dənəsini göstərirsə, indi bizə daha uzaq məsafədə açdıqlarımızı göstərə bilər. 6 nömrəli bölmə bax buradır. Bu bölmədən sən öz istifadəçi adından tanış olursan, sign out əmri ilə öz adından çıxa bilərsən. Bu barədə birazdan geniş danışaram. Və bu 3 düymənin köməkliyi ilə başqa, əgər səndə özündən başqa da üzvlər varsa, onların da adlarını bu siyahıdan görə bilərsən. Bu belə. İstifadəçi hesabı dəyişmək, hesabdan çıxmaq. Məsələn, My Microsoft Account düyməsi ilə hesabla bağlı tənzimləmələr eləmək olar. Məsələn, parolovu dəyişmək, başqa bir istifadəçi əlavə eləmək və özünlə bağlı informasiyanı əlavə etmək burdandır. 7 də güc düyməsidir. Güc düyməsindən nə eləmək olar? Məsələn, buradan biz düyməni sıxmaqla lock, sleep, shutdown və restart kimi əmrlər görürük. İndi növbəti səhifədə mən onları izah edəcəm. Hansı düymə nə üçündür? Bu start menyusu haqqında ümumi məlumat. Start menyuda power düyməsi ilə açılan siyahı. Sleep, shutdown, restart və lock. Sleep nədir? Bəzən uzun müddətli fasilə verməyə ehtiyac duyulur və bu zamanlarda da enerjinin sərfiyyatının az olması üçün belə bir düymə nəzərdə tutulur, sleep. Bu zaman nə baş verir? Ekran qaralır, amma arxa planda proqramlar aktiv qalır. Hal-hazırda emalı gedən informasiyada sərt diskin yaddaşına yazılır ki, biz hər hansı bir düyməni sıxmaqla qaldığımız yerdən davam edə bilək. Sleep'in təyinatı bundan ibarətdir. Shutdown. Bu zaman kompüter tamamilə sönür, enerji istehlakı dayanır, bütün proqramlar və açıq pəncərələr bağlanır. Biz kompüteri yenidən işə salana qədər o işə düşmür. Bu da bu form. Üçüncü restartdır. Restart nə deməkdir? Yenə bütün proqramlar və açıq pəncərələr bağlanır, kompüter qısa müddət ərzində söndürülüb yandırılır. Adətən nə zaman ehtiyac olur? Yeni quraşdırılmış proqramların quraşdırmasını yekunlaşdırmaq üçün istifadə olunur. Lock
klaviaturadan Windows düyməsi və L hərfi iləndir və indi hal-hazırda mən onu çıxıram. Bu zaman sistemi müvəqqəti kilitləmək olur. Mən hal-hazırda düyməni bastım, gördüyünüz kimi sistem müvəqqəti kilitləndi. Yenidən kilid ekranına gəlirik. Parolumuzu daxil edirik əgər varsa və qaldığımız yerdən davam edirik. O oldu bu məsələ. Növbəti səhifədə danışacağıq. Məsələn, hər hansı qovluq içərisində dayanmısansa və yaxud proqramda dayanmısansa, Alt F4 həmin pəncərəni bağlayır. Amma iş masasının boş yerində dayanmısansa və Alt F4 düyməsini sıxırsansa, bu zaman ekrana Windows'dan çıxış pəncərəsi gəlir. Hansı ki, bu pəncərədə əmrlər var. Məsələn, bəzi əmrləri biz artıq bilirik, bilmədiklərimizi indi deyəcəyik. Məsələn, biz shutdown-dur, restart-dır, sleep-dir, bunları bilirik. Amma switch user və sign out kimi əmrlər ki var, onları biz bilmirik. Yəni, haqqında danışmamışıq, indi danışacağıq. Orada var switch user. Hansı ki, switch user bizə şərait yaradır ki, müxtəlif istifadəçilər eyni kompüterdən istifadə edirsə, hesablar arası sürətli keçid eləyəsin. Bu zaman cari iş seansı dayanmır. Yəni, bu o demək ki, proqramlar bağlanmır. Sadəcə olaraq biz bir istifadəçidən digər istifadəçiyə keçid eləyirik. Bu zaman nə baş verir? Bu zaman başqa istifadəçi öz adı ilə işini bitirəndən sonra təzədən biz öz adımızdan dala qaydanda qaldığımız yerdən davam edə bilirik. Amma sign out-da necədir? Sign out-da da istifadəçi öz adından çıxır, başqa istifadəçi daxil olur. Amma bu zaman nə baş verir? Cari iş seansı başa çatır. Yəni bütün proqramlar bağlanır və başqa istifadəçi öz işinə davam eləyir. Yenidən qaydanda biz öz adımıza artıq proqramlar hamısı bağlı olduğu üçün yenidən onları açmaq zərurəti yaranır. Bu da bu məsələ. Növbəti səhifə Start menyusunun kontekst menyusudur. Bu dövlət qulluğunda yoxdur, amma magistr üçün ehtimallı düşə bilər. Yadınıza saxlayın, istənilən bir yerin kontekst menyusunu açmaq istəsək, istənilən bir yerin, onun üçün bizə lazım olacaq Shift F10 kombinasiyası. İstənilən bir yer deyəndə, məsələn, iş masasında və yaxud da hər hansı bir qovluğun üzərində və yaxud da hər hansı bir faylın üzərində biz ya Shift F10 ya da ki, mouse'un sağ düyməsini sıxmaqdan istifadə edə bilərik. Bu mouse'un sağ düyməsi elə eyni zamanda burada da işləyir. Yəni, Start menyusunun üstündə də sağ düyməni vuranda o kontekst menyu açılır. Amma istisna hal budur ki, yalnız Start menyusunun kontekst menyusunu açanda biz Win plus X, Windows düyməsi, bir də X kombinasiyasından istifadə edə bilərik. Belə bir məsələ var. İndi, burada olan bölmələr var. Məsələn, biz vurduq, bura açıldı. Nə var burada? Birinci düymə Installed Apps-dir. Yəni, quraşdırılmış tətbiqlər. Bura daxil olanda biz kompüterə quraşdırılmış tətbiqlərin, yəni proqramların siyahısına baxa bilirik. Buradan istəsək proqrama düzəliş eləmək mümkündürsə eləyərik, yoxdursa uninstall əmri ilə ehtiyac varsa onu quraşdırmasını ləğv edə bilərik. İkinci Mobility Center'dir. Bu mobillik mərkəzi ən çox istifadə olunan parlaqlıq, səs, enerji, proyektora qoşulma seçənəklərini bizə göstərir. Məsələn, sürətli bir şəkildə parlaqlığı artırmaq, səslə bağlı seçimlər, batareya ilə bağlı seçimlər və yaxud ekranı sürətli bir şəkildə çevirmək, bu tipli şeyləri buradan eləmək olar, mümkündür. Növbəti Power Options-dır. Bu, güc seçimləri deməkdir. Yuxu rejimi, ekranın sönməsi ilə bağlı, batareyanın qənaəti ilə bağlı olan şeyləri buradan da eləyə bilərik. Məsələn, buradan Power Mode var. Bunu aktivləşdirirsən, nə vaxt lazım olur? Məsələn, oyun oynayanda aktivləşdirirsən ki, kompüter maksimum gücü ilə işləsin. Bizə lazım olan isə buradır, Screen Sleep. Yadınıza gəlir, keçən dəfə sizə demişdim. Bu, enerjiyə taxılı olan halı, bu da öz enerjisində olanda neçə dəqiqə sonra ekran qaralsın, neçə dəqiqə sonra yuxu rejiminə keçid edilsin. Buradan təyin eləmək mümkündür. Növbəti Event Viewer-dır. Event Viewer tərcümədə hadisə izləyicisi, hadisə baxıcısı kimi tərcümə olunur. Burada nə edə bilərik? Kompüterdə baş verən müxtəlif hadisələr olur. Məsələn, antivirus bizə bəzən bildirişlər göndərir və yaxud da daha önəmli hadisələr baş verir, hansısa proqramın yenilənməsi və s. və yaxud video kartla bağlı hansısa bir hadisə baş verir. O hadisələri buradan izləyə bilərik. Əgər varsa, onları nəzarətdə saxlamaq üçündür. Yəni, təbii ki, bu adi istifadəçi çox vaxt buna baxmır. Profesional yanaşan adam istifadə edir. Yenə də deyim sizə bunun üçündür. Sistem ən sadəsidir.
Təbii ki, buradan sistemin texniki göstəriciləri və əməliyyat sistemi barəsində məlumat ala bilərsən. Məsələn, sistemin əvvəlcə bizə qurğunun özü ilə bağlı olan məlumatları qeyd eləyir, prosesorla bağlı, əməliyyatdaşla bağlı və aşağıda da Windows əməliyyat sisteminin versiyası və onunla bağlı məlumatları qeyd eləyir. Sonra var Device Manager. Bundan da ancaq belə deyək də, dırnaqarası başı çıxan adamlar istifadə eləyir. Kompüterin qurğularının əlaqəsini tənzimləyir. Burada çox şey var. Məsələn, Device Manager-a daxil olanda, məsələn, olur da bəzən kompüteri format eləyirəm, görürəm ki, ekran kartı normal işləmir, bəzi driverlər düzgün işləmir. Onları buradan nizamlaya bilirəm. Yəni dediyim kimi, normal istifadəçi bunlardan istifadə eləmir. Ancaq başı çıxan və yaxud da müəyyən texniki savada malik olan adamlar buradan istifadə edir. Yəni kompüterə quraşdırılmış qurğuların idarə edilməsi, onların driverlərinin nizamlanması buradan. Növbəti Network Connection-dır. Adından da görsəndiyi kimi şəbəkə parametrlərini nizamlamaq üçündür. Hal-hazırda qoşulduğumuz şəbəkəni bizə göstərir. Şəbəkənin o neçə GHz olduğunu göstərir və şəbəkə ilə bağlı olan cürbəcür məsələlər. VPN yarada bilərsən, hotspot etmək olar, yəni qoşulduğumuz şəbəkəni başqa biri ilə paylaşmaq, pilot rejiminə keçmək və s. Və buradan Wi-Fi bölməsinə daxil olub digər seçimlər də var. Onları da buradan eləmək olar. Şəbəkə ilə bağlı seçimlər. Sonra burada var Disk Management. Disk Management sırf kompüterin xarici yaddaş qurğularını idarə eləmək üçün nəzərdə tutulub. Məsələn, kompüterin C və D disklərinin həcmləri ilə bağlı. Məsələn, fikir versən məndə bir ümumilikdə 512-dir. 512 GB RAM-dır. Onu ayırmışam C diskinə vermişəm 428 GB, qalanı vermişəm digər diskə. 48. Bu 100 MB da artıq ortada qalıb, bəzi müəyyən işlər üçün lazım olur. Əsas bu ikisidir. 428 və 48.83. Sonra var Computer Management. Bu isə hamısının əsas bölməsidir. Yəni hamısının əsas bölməsidir, biraz belə cümlə yaxşı çıxmadı. Yəni həm Event Viewer, bayaq dediyimiz Device Manager-dir, Disk Management-dir. Onların hamısını bu vahid mərkəzdən idarə edə bilirsən. Fikir versən, buradan Computer Managementin altından qurğuları idarə eləmək olar, performanslı düzəliş eləmək olar. Yəni bu formada. Disk Managementdə görürsən onun altındadır. Yaddaşla bağlı olan bölmə. Bayaq burada girmişdik ora. Sonra varımızdır burada PowerShell və yaxud da Command Prompt. Bu nə üçündür? Bu bölmənin köməkliyi ilə, məsələn, burada terminal yazılıb da, bu kompüteri klaviaturadan yığılan əmrlərlə idarə etmək üçün olan bölmədir. Əgər təbii ki, o əmrləri bilirsənsə. Bu formada. Bundan əlavə Task Manager-də danışmışıq, Settings gələn dərs danışılacaq, File Explorer zamanı gələcək danışılacaq, Search axtarış bölməsidir. Run-dan danışım istəyirsiniz sizin üçün. Run nə deməkdir? Run, məsələn, müəyyən bir əməliyyatı tez icra eləmək üçündür. Misal üçün, mən kontrol paneli iş masasında görmürəm, axtarmağa səbrim çatmır, buradan yazıram. Yaxud hansı internet saytının linkini buraya yapışdırıram, sürətli şəkildə mənim üçün açır. Müəyyən kodlar var, məsələn, qısa kodlar. MS Paint yazırsan, Paint açır. WinWord yazırsan, bir dənə Word açılır. Belə sürətli şəkildə işləri görmək üçün lazımdır. Qalandakı shutdown or sign out-dur, söndürmə seçimləri. Desktopdakı budur, iş masası ilə bağlı bizi bütün pəncərələri yığır taskbara, iş masasını bizə göstərir. Bu isə dövlət qulluğuna düşmür. Bu biraz dərin məqamlardır. Magistra düşmə ehtimalı var deyə ona keçirəm. Ona görə magistr üçün olan versiya ayrıdır, dövlət qulluğu üçün olan versiya daha sadədir. Növbəti səhifə. IO interfeysindən danışacağıq. IO interfeysi dedik nədir? Ekranda olan aktiv pəncərələrlə dinamik iş imkanı yaradan bir interfeysdir. Burada ola bilər ki, qəbulda sənə yalnız IO interfeysinin adları ilə adlarını soruşsunlar səndən. Hansı interfeys nələr var? IO Peak, Shake, Snap və Flip. Belə 4 dənə funksiyalarımız mövcuddur. İndi isə biraz məsələyə dərin yanaşmaq lazımdır, daha dərin şərh eləmək lazımdır. Məsələn, IO Peak nədir? Peak sözünün tərcüməsi ümumilikdə sürətli baxış, cəld baxış anlamına gəlir. Belə ki, bu funksiya vasitəsilə ekrandakı pəncərələri bağlamadan iş masasına baxmaq olar. Söhbət nədən gedir? Məsələn, hal-hazırda görürsünüz, ekranda 1, indi ikincini görürsünüz. Bizə mane olan pəncərədir, hansı ki biz bunu gördüyümüz üçün iş masasını görə bilmirik və s. çox da ola bilər.
Üsullar var ki, bu üsulların köməyi ilə biz ekrana baxa bilərik. Aktiv pəncərələri bağlamadan. Hansı üsullardır? Birinci üsul mausu gətirib ekranın sağ küncündə biraz gözlətməkdir. Məndə də o funksiya işləmir, amma sizə vizual göstərə bilərəm. Məsələn, burada biraz yaxınlaşdıraq. Fikir verirsinizsə 1, 2, 3 dənə pəncərə var. Mausu gətirib ekranın sağ küncündə gözlədiblər. Onda pəncərələr şəffaflaşır və biz iş masasını görə bilmişik. Bu birinci üsul. İkinci üsul odur ki, mausu gətirib ekranın sağ küncündə bir dəfə sıxmaq sol düyməni. Gördüyünüz kimi hal-hazırda bütün pəncərələr taskbara yığılıb, əsla bağlanmayıb, sadəcə yığılıb aşağı və biz iş masasını görə bilirik. Təzədən toxunub qayıda bilərik əvvəlki vəziyyətinə. Bunun klaviatura qısa yolu isə Win-D-dir. Windows düyməsi ilə D hərfini eyni anda basıram hal-hazırda. Gördüyünüz kimi pəncərələr yığılır taskbara. Yenidən qaldığımız yerdən davam edirik. Bu oldu Aero Pick. İkinci Aero Shake'dir. Shake isə titrətmək, silkələmək anlamına gəlir. Nə anlama gəlir? Məsələn, ekranda görürsünüz, yenə də pəncərələr var. Mən hələ birini də əlavə edirəm ora. 3 dənə pəncərə var ki, bizə mane olur. Biz görə bilmirik ekranı. Aktiv pəncərənin başlıq sətrindən tutub silkələyirəm. Bu zaman nə baş verir? Aktiv pəncərə qalmaq şərti ilə digər pəncərələr yığılır taskbara. Yenə silkələyirəm, qayıdırlar əvvəlki vəziyyətinə. Yenə silkələyirsən, yığılır aşağı. Deməli, belə çıxır ki, Aero Shake bu deməkdir ki, ekrandakı aktiv pəncərə istisna olmaq şərti ilə digər pəncərələr yığılır taskbara. Klaviatura kombinasiyası da Windows plus Home kombinasiyasıdır. Üçüncü Aero Snap'dir. Snap sözü əslində yapışdırmaq anlamına gəlir, əhatələmək anlamı da var. Aktiv pəncərənin başlıq sətrindən tutub ekranın sol tərəfinə sıxışdırırıq pəncərəni. Gördüyünüz kimi sol yarısını tutur. Sağ tərəfə sıxışdırsaq, sağ yarısını tutacaq. Görürsünüz, hal-hazırda ekranın sol yarısını tutub. Bir dənə mən interneti düzəldim. Hiss edirəm ki, biraz gecikmə var izahla ekran arasında. Bir dəqiqə gözləyin. Bəzi funksiyalar Windows Zoom-a gecə ötürür. Qaldığımız yerdən davam edə bilərik. Baxın, aktiv pəncərəni ayırmışam, tam mərkəzdədir. İndi onu ekranın sağ tərəfinə sıxışdırıram. Fikir verin, aktiv pəncərə ekranın sağ yarısını tutur. Sol tərəfə sıxışdıranda sol yarısını tutur. Yuxarı tam ekranı. Böyle bir məsələdir. Hətta ekranın yuxarısında mən keçən dəfə demişdim ki, Snap Layout deyilən bir şey də var. Yəni biz buradan da onu eləyə bilərik. O pəncərələri ekran boyunca istədiyimiz formada düzləndirə bilərik. Bu Windows 11-in yeniliklərindən biridir. Eyni zamanda bu halda da onu bizə təklif eləyir. Ekranı yerləşdirmək mümkündür. Bu da odur Aero Snap və klaviatura qısa yolları da Windows düyməsi sol oxla çıxanda pəncərə ekranın sol yarısını tutur. Sağ Windows'la klaviaturanın sağ düyməsini sıxanda aktiv pəncərə ekranın sağ yarısını tutur. Yuxarını da sıxanda tam ekran boyunca göstərilir. Windows'la aşağı belə kombinasiya var əslində. Amma onun Aero Snap-ə heç bir aidiyyəti yoxdur. Bu funksiya yalnız 3 dənə qısa yolla işləyir. Onu da dedim sizə. Sonuncu Aero funksiyamız Aero Flip-dir. Flip sözü vərəqləmək deməkdir. Təyinatı aktiv pəncərələrə bir baxışda, bir baxışla hamısına baxmaq üçündür. Məsələn, Alt və Tab düymələrini sıxıram. İndi ekranda fikir verirsinizsə, bütün aktiv pəncərələr yığılır. Biri WhatsApp-dır, informatika qovluğudur. Bu hal-hazırki PowerPoint-dir, bir də başqa qovluqdur. Alt və Tab düyməsini basmaqla birindən digərinə gördüyünüz kimi sürətli keçid eləyə bilirəm. Bir də WinTab kombinasiyasıdır ki, bu bizi aparır Task View görünüşünə. Task View görünüşündə də yenə aktiv pəncərələri görə bilərik, onları bağlaya bilərik, birindən digərinə keçə bilərik, yeni virtual iş masası yarada bilərik. Qısa yollar da bunlardır. Alt Tab belə bir görüntü üçündür, WinTab isə Task View-ya getmək üçündür. Keçid alırıq 51-ci səhifəyə Windows 11 əməliyyat sisteminin əsas obyektləri. Fayl, qovluq, qısa yol. Fayl haqqında keçən dərs danışmışdıq. Nə demişdik? Demişdik ki, fayl diskdə müəyyən meyara görə birləşmiş, əsasında üzrsən cümləni qarışdırdım.
Fayl kompüterin xarici yaddaşında ümumi ad altında saxlanan adlandırılmış verilənlər yığınıdır. Beynim nəyə görə qarışdı? Mən buna link vermişdim. Toxunanda fayl haqqında göstərirdi. Ağlıma gəldi ki, o şəkli oradan silmişəm. O cümlələr qarışdı beynimdə. Təkrar edirəm. Fayl kompüterin xarici yaddaşında ümumi ad altında saxlanan adlandırılmış verilənlər yığınıdır. Qovluq nədir? Bayaq dediyim cümlə. Diskdə müəyyən meyara görə birləşmiş fayllar qrupudur. Qovluq haqqında biraz da danışacağıq indi. Qovluğun tərifi. Dedik, diskdə müəyyən meyara görə birləşmiş fayllar qrupudur. Qovluğun uzantısı, yəni genişlənməsi olmur. Adı olur. Ad da əsasən 255 simvoldan ibarət olur. Windows'da, MS-DOS-da demişdik ki, 8 simvol ola bilər. İstifadəçi qovluq yaradanda, məsələn, mən istifadəçiyəm. Qovluq yaradanda qısa yol yeri gəlmişkən Ctrl-Shift-N və yaxud da bu formada folderlə qovluq yaradıram. Bu sarı rəngdə olur. Amma hər sarı qovluğa da istifadəçi qovluğu demək olmaz. Qovluqlar özlüyündə bölünür iki yerə. İstifadəçi qovluqları və xidməti qovluqlar. İstifadəçi qovluqlar, bax bunlardır. Hansı ki, bunları sistem özü bizim üçün yaradıb. Harda görə bilirik bunları? Bunları hər hansı qovluğa daxil olanda home bölməsinə girərik və orada görə bilərik onları. Ya da özümüzün yaratdığımız istənilən qovluq istifadəçi qovluğu sayılır. Xidməti qovluqlar isə 4 yerə bölünür. 1. Keçən dəfə danışdığımız sistem qovluqları. 2. Kitabxana qovluqları. 3. Ümumi və şəbəkə qovluğu. Yəni, lokal şəbəkədə bütün istifadəçilərin eyni zamanda məlumat əldə edə bildikləri mərkəzi qovluq. Və sonuncu da arxiv qovluqlarıdır. Bunların görüntülərini yadda saxlayın. Məsələn, kitabxana qovluğunda hər bir piktoqramın altında belə bir masa var. Belə bir masanı gördüm, bil ki, bu kitabxana qovluğudur. Yaxud arxiv qovluqları çox düşür qəbula. Qayışla bir-birinə bağlanan kitablar, qutudan çıxan kitablar və bu gördüyünüz zamok işarəsi. Bunların hər birinin görüntülərini bilmək lazımdır. Qovluq haqqında bu qədər. İndi keçirik qısa yola. Qısa yol nə deməkdir? Qısa yol obyektləri istər fayl olsun, istər qovluq olsun, onları rahat və asan aça bilmək üçün nəzərdə tutulmuş bir elementdir, bir obyektdir. Bu, məsələn, bir nümunə göstərim sənə. Tutaq ki, informatika qovluğunun içərisində, magistraturanın içərisində olan, testlər qovluğunun içərisində olan, Dövlət İmtahan Mərkəzi qovluğunun içərisində olan DIM model fayllarını açmaq istəyirsən. Bunun üçün sən hər dəfə çox uzun yol qət eləməlisən. Hansı ki, biz DIM model qovluğunu qısa yolunu iş masasında yaratsaq, rahat şəkildə bunu eləyə bilərik. Məsələn, tələbə bəzən sual verir, müəllim, olmazmı ki, biz elə həmin qovluğun kopyasını iş masasına qoyaq? Olar. Lakin bu qovluğun həcmi 23,6 megabaytdır. O kopyası da o qədər olacaq. Biz orada yaddaşda biraz israfçılıq eləmiş oluruq. Ona görə də biz onun qısa yolunu iş masasında yaradırıq. Qısa yolunu iş masasında yaradandan sonra, məsələn, qısa yolun yaratma üsulları var da. Məsələn, birinci üsulumuz budur ki, obyekti seçirsən, klaviaturadan alt düyməsini basırsan, basılı saxlayırsan. Mouse'un sol düyməsinə sürükləyirsən. Bu birinci üsuldur. Qısa yolun yaradılması ilə bağlı. Burada da üsulları qeyd eləmişəm. Birinci üsulumuz budur. İndi bir məsələ var. Qısa yol, məsələn, yaratdıq. Adi kopyadan nə fərqi var? Görüntü ilə bağlı fərq odur ki, sol aşağı küncündə ox işarəsi olur. Həcmlə bağlı fərqi də var ki, bunun həcmi 2 kilobayt civarında olur. Məsələn, indi mən xüsusiyyətlər bölməsinə daxil oluram və buradan detallarda göstərir. Həcmi heç 1 kilobaytdır deyil. 879 baytdır. Amma yaddaşda nə qədər yer tutur? 4 kilobayt. Magistrlar bilirlərlərinə görə. Çünki diskdə bir klaster 4 kilobayt yer tutur. Nəysə, birinci dedik həcmi balaca olur, ikinci də işimizi yarayır, sürətli şəkildə həmin qovluğu açmaq üçündür, yaxud faylı açmaq üçündür. Başqa üsullar da var axı, tək alt düyməsinə yekunlaşmır. İkinci üsul Ctrl və Shift düymələrini eyni anda basmaqla sürükləməkdir. Məsələn, Ctrl ilə Shift-i eyni anda basıram, mouse'un sol düyməsindən sürükləyirəm. Yenə qısa yol yaranır. Üçüncü üsulu biz özümüz real həyatda bilirik. Kopyalayıram onu, lazım olan yerdə qısa yolunu yapışdırıram. Paste shortcutla. Gördüyünüz kimi. Bu da üçüncü üsul. Dördüncü üsul odur ki, üzərində sağ düyməni sıxırsan, Show More Options var. Orada daxil olursan, orada var Create Shortcut. Bu üsulla yaratmaq olar. Belə bir üsul. Növbəti üsul
Məsələn, mausun sol düyməsi ilə deyil, sağ düyməsi ilə sürükləyirsən. Açılan pəncərədə sağ düymə ilə sürükləyəndə Create Shortcut here var. Bu da digər üsul. Başqa üsulumuz odur ki, məsələn, iş masasının boş yerində mausun sağ düyməsini sıxarsan, orada New bölməsindən Shortcut düyməsini sıxarsan. O sənə soruşar, nəyin qısa yolunu yaratmaq istəyirsən? Məsələn, deyərsən ki, dim model qovluğunun. Həmin orijinal qovluğu seçib, OK, Next və Finish ilə yaradarsan. 7-ci üsul isə ondan ibarətdir ki, üzərində sağ düyməni sıx, Show More Options-a daxil ol, Send to Create Desktop Shortcut. Bu 7 üsuldur. Mən burada 6 üsul qeyd eləmişəm. 7-ci üsul çox sadədir. 2 üstündə sağ düyməni sıxıb Create Shortcut eləyirsən. Onu yazmamışam. Amma düşünürəm ki, ehtiyac yoxdur da. Buna baxan kimi bilmək olar ki, budur. Amma 6 dənə üsulu burada qeyd eləmişəm. Da lazım olsa bəlkə 7-cini də əlavə elədim. Sadəcə burada 7-ci olsa görüntü kirliliyi olacaq. Ona görə istəmədim onu əlavə edeyim. 54-cü. Qısa yolun və qısa yolun istinad etdiyi obyektin silinməsi ilə bağlı. Məsələn, mən qısa yolları silirəm. Görürsünüz, birdən çox qısa yol sildim, amma faylımıza, yaxud qovluğumuza heç bir təsir göstərmir. Bu yenə açılır, normaldır. Amma əgər qısa yolu yox, qısa yolun istinad etdiyi obyekti silərəmsə, məsələn, tutub qulağından, bu dillə desək, zibil qutusunun üstündə buraxıram. Silindi də bu. İndi qısa yolun üstündə mausun sol düyməsini sıxanda, o bizə belə bir problemlə yanaşır. Qeyd olunur ki, istinad olunan obyekt artıq zibil qutusundadır. 3 variant var. Ya restore düyməsi ilə mənə icazə ver, onu sənin üçün bərpa edeyim. Ya delete düyməsi ilə mənim özümü də sil, ya da cancel ilə bu dialoq pəncərəsini bağla. Heç bu söhbət olmamış kimi söhbəti bağla. Deyirəm ki, bacarırsan qaytar. Restore ilə qaytarır. Gördüyün kimi qaytardı. İndi isə qısa yolun istinad etdiyi obyekti zibil qutusuna düşmədən siləcəm. Bunun üçün klaviaturada Shift Delete kombinasiyasından istifadə olunur. Bu zaman əvvəlcə mənə xəbərdarlıq edilir ki, həmişəlik silinir. Razılaşıram və gördüyünüz kimi silindi. İndi isə qısa yolla bağlı mausun sol düyməsini sıxanda gördüyünüz kimi burada bizə restore əmri gəlmir və bu deməkdir ki, biz yalnız bu qısa yolu silə bilərik. Bizə başqa bir faydası toxunmaz deyə. Burada da o şeyləri qeyd eləmişəm. Əgər restore əmri varsa, normal qaydada silinib, yoxdursa, Shift Delete ilə həmişəlik silinir. Növbəti səhifədə biz Windows 11 əməliyyat sistemində olan pəncərələri görürük. Məsələn, birinci qovluq pəncərəsidir. Hər hansı qovluğu açanda bizi qarşılayan pəncərə. İkinci proqram pəncərəsidir. Tətbiqi proqramları açanda bizi qarşılayır. Məsələn, Word-ün, Excel-in, PowerPoint-in, Paint-in və s. Üçüncü sorğu sisteminin pəncərəsidir ki, sağda görürsünüz, F1 düyməsini sıxanda bizi qarşılayır. Bəzən buna sadəcə sistem pəncərəsi, bəzən sorğu sisteminin pəncərəsi deyilir. Yadda saxlayırsan. Sonuncu da dialoq pəncərəsidir. Sistemin bir növ bizə məlumat verdiyi, xəbərdarlıq etdiyi, bizimlə danışdığı pəncərədir. Bu da dialoq pəncərəsidir. Diqqət edirsinizsə, digər bütün pəncərələrin sağ yuxarı küncündə onu bağlamaq, tam ekran boyu açmaq və minimallaşdırmaq düymələri olduğu halda, dialoq pəncərəsində yalnız bağlamaq var. Yəni, dialoq pəncərəsinin ölçülərinə müdaxilə etmək olmaz. Nə qədər böyüklükdə nəzərdə tutulubsa, o ölçüdə də qalır. Növbəti kontrol paneldir. Bu bizim bugün danışacağımız sonuncu bölmədir. Kontrol panel nədir? Kontrol panel rus dilində panel upravleniyadır, Azərbaycan dilində idarəetmə panelidir. Tərifi belədir. Kompüterə quraşdırılmış qurğu və proqramları sazlamaq üçündür. Sazlamaq, yəni nizamlamaq üçün nəzərdə tutulur. Kontrol paneli açmaq üçün bir çox üsullar var. Məsələn, iş masasında görürsənsə, üzərində mausun sol düyməsini sıxa bilərsən. Görmürsənsə, axtarış eləyib axtarışdan tapa bilərsən. Və yaxud bayaq dediyimiz kimi, Windows-dan eri basıb Run-dan axtara bilərsən. Açırsan da bir şəkildə bunu. Açılmış pəncərədə bizə lazım olan nədir? Kontrol panelin neçə görünüş rejimi var? Düşə bilər qəbulda. 3 görünüş rejimi var. Kateqoriya, Large Icon və Small Icon. İş masası ilə müqayisə eləsək, orada necə idi? Large, Small, Medium. Burada Medium yoxdur, əvəzində kateqoriya var. Və düşəndə də sual kateqoriyadan düşür. 8 kateqoriya mövcuddur. Birinci kateqoriya System and Security. Burada nə eləmək olar? Sistemin təhlükəsizlik tənzimləmələri, məsələn, Defender, antivirusla bağlı olan tənzimləmələr,
Əməli yaddaşın və prosesorun işləmə sürətini nəzarətdə saxlamaq olar. Batareya tənzimləmələri, backup and restore, məlumatları yedəkləmək və yedəklənmiş məlumatları bərpa etmək kimi əməliyyatları icra etmək olar. Çox şey eləmək olar, amma Dövlət İmtahan Mərkəzi öz kitabında bu cümlələrlə yekunlaşıb. Buradan sistemin ehtiyac sürətini almaq, faylları bərpa etmək, sistemi yeniləmək, mikroprosesor və əməli yaddaşın işləmə sürətinə baxmaq və təhlükəsizlik divarını yoxlamaq kimi təhlükəsizlik və sistem əmrlərini icra etmək olar. Artığına ehtiyac yoxdur. Növbəti network and internetdir. Adından da görsəndiyi kimi qoşulduğumuz şəbəkənin işini tənzimləmək və yaxud da şəbəkənin hal-hazırda parametrlərinə baxmaq olar. Sən internet options'a daxil olursan, buradan bizə göstərir. Və yaxud da network and sharing center var, ora daxil olursan, hal-hazırda qoşulduğumuz şəbəkəni göstərir. İstəsən yeni şəbəkəyə qoşula bilərsən. Şəbəkə ilə bağlı problem varsa onu axtara bilərsən. Nədir problem? Bu mənada. Hardware and sound. Burada nə etmək olar? Devices and printers bölməsindən kompüterə quraşdırılmış həm simli, həm də simsiz qurğuların siyahısına baxmaq olar. Həm Bluetooth-la qoşulan, həm də simsiz qurğuların, məsələn, printerlərin və skanerlərin siyahısına baxmaq. İstəsək add device düyməsinə yeni qurğu əlavə eləyərik, istəsək həmin cari qurğunu ümumiyyətlə yığışdıra bilərik. Remove düyməsinin köməyi ilə. Bundan əlavə başqa da məsələn hardware and soundda başqa şeylər də var. Məsələn, ola bilər də qəbulda düşər. Deyim nədir o? Məsələn, sistemin səs tənzimləmələrini eləmək olar. Yəni bildiriş gələndə nə səs olsun, kompüter sönəndə hansı səs gəlsin, səsin hündürlüyü. Buradan da mobillik mərkəzinə keçmək olar. Buradan da power options, yəni batareya ilə bağlı tənzimləmələrə keçmək olar. Toxunuş, əgər kompüterimiz dəstəkləyirsə, o toxunuşla bağlı olan tənzimləmələr var. Yəni qələmlə bağlı olan. Bunları da tənzimləmək buradan mümkündür. Programs bölməsi buranın ən məşhur yeridir, hansı ki, burada nə eləmək olar? Həm hal-hazırda əlimizdə olan proqramların siyahısına baxmaq olar. Ehtiyac olduğu halda həmin proqramları düzəliş eləmək driverlərində, yaxud da uninstall-la onları silmək olar. Nəzərinizə çatdırım ki, buradan quraşdırılması ləğv edilmiş, silinmiş proqramlar zibil qutusuna düşmür. Sadəcə olaraq onu yenidən quraşdırmaq zərurəti yarana bilər. Bu həmişəlik silməkdir. İkinci bölmə default proqramsdır. Bu da önəmli məqamdır. Məsələn, buradan biz susmaya görə proqramlar təyin edə bilərik. Nədir susmaya görə proqram? Məsələn, mən mahnıya qulaq asanda, mahnının üzərinə toxunanda, məndən soruşmur ki, hansı proqramla açım. O AIMP-lə açır. Çünki mən onu susmaya görə proqram kimi təyin eləmişəm. Və yaxud da şəklə düzəliş eləmək istəyəndə bunu Paint-də eləyir. Hansısa internet saytına daxil olmaq istəyəndə Brave-də açır. Bunların hər birini özüm təyin eləmişəm. Məsələn, dəyişmək istəsəm, Brave-in üzərində toxunaram, başqa bir brauzeri seçib, məsələn, choose default. Oradan başqa birini təyin eləyə bilərəm. Aydındır, budur. Default apps bu anlama gəlir. Bundan başqa user account var. Bax, məsələn, buradan bayaq dediyimiz yeni istifadəçi əlavə eləmək, mövcud istifadəçi ilə bağlı düzəlişlər eləmək, kompüterə parol qoymaq bu bölmədəndir. Məsələn, manage another account düyməsini vurursan, başqa bir hesabımız da var, onun düzəlişləri, yaxud bunu düzəliş, yaxud yeni istifadəçi əlavə etmək buradan icra oluna bilər. Appearance and personalization. Çöldən baxanda adamın ağlına gəlir ki, buradan kompüterin görüntü tənzimləmələrini eləmək olar. Məsələn, ekrana şəkil qoymaq, kilid ekranını tənzimləmək kimi. Bunlarla yanaşı taskbarın, yəni tapşırıq panelinin tənzimləmələrini də etmək olar. Ease of access. Birazdan danışacağıq ondan. Bu asan idarə etmə mərkəzi var. Fiziki məhdudiyyəti olan adamlar üçün. Onları da buradan icra etmək olar. File Explorer options var. Bu pəncərədən gələn dərsin üçün danışacağam. Qovluq tənzimləmələrini etmək olar və sistemə yeni şrift əlavə eləmək olar. Məsələn, çöldən baxanda adamın ağlına gəlməz ki, bu qədər şeyi buradan eləmək. Clock and region-dan eləmək olar. Vaxt, tarix və dil tənzimləmələri. Həm klaviaturanın yazı dili, həm də bütün sistemin dilini tənzimləmək olar. Ease of access isə dediyimiz kimi fiziki məhdudiyyəti olan insanlar üçün kompüteri daha əlçatan eləmək üçün. Məsələn, burada əsasən 4 proqramdır, daha artığını da eləmək olar. Məsələn, magnifier var. Lupadır, ekranı yaxınlaşdırır. Gördüyünüz kimi. Windows düyməsi və plusu basmaqla yaxınlaşdırırsan, Windowsla minusla uzaqlaşdırırsan, Windows və Escape ilə də o proqramı bağlayırsan. On-screen keyboard, ekran klaviaturası,
narrator kursoru qoyduğumuz yeri mətnin ucadan oxudulması üçündür. Yəni kursor harda olsa onu ucadan oxuyur. Bu setup high contrast isə nəzərdə tutulub yüksək rəng kontrastı üçün. Yəni bizim üçün narahat edici, amma görmədə məsələn rəng korluğu olan adamlar üçün və yaxud müəyyən rəngləri görə bilən, sezə bilən adamlar üçün həmin rəngləri seçmək üçündür. Belə bir qısa yol da var, bəlkə magistr qəbuluna düşər. Shift Alt Print Screen. Shift Alt Print Screen düyməsini sıxmaqla yüksək kontrastda keçid eləmək olar. Bundan başqa şeylər də var. Məsələn, mouse'un göstəricisi ilə bağlı olan şeylər, səsin ucadan məsələn ingilis dilində mənlə danışsın, yoxsa başqa dildə danışsın və yaxud klaviatura seçimləri asanlıqla istifadə etmək üçün. Bunlar biraz dərin məsələlərdir. Oraya girmək istəmirəm, çünki o qədər dərin düşmə ehtimalı yoxdur. Bu formada. Bu da kontrol panelinin izahı idi. Bundan da yekunlaşır. Gördüyünüz kimi təxmin eləmişdim ki, 40 dəqiqə olacaq və 45 dəqiqəyə yekunlaşdı. İndi videonu saxlayacağım. Suallarınız olarsa verərsiniz. Gələn dərsdə inşallah 3-cü hissədən